Səfəvilər sülaləsinin banisi və Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiyyəddin Ərdəbili böyük mənəvi heybətə malik, fövqəladə bir şəxsiyyət idi. Şeyx Səfiyyəddin o qədər vüqarlı və əzəmətli idi ki, onun məclisində sultanlardan, alimlərdən və ölkə böyüklərindən heç kəs söz deməyə cürət etməzdi. Bir çox sultanlar, əmirlər və böyük şəxsiyyətlər ona könüldən bağlı idilər. Şeyx heç vaxt qüdrət sahiblərini tərif etməz, daim ehtiyat edərdi ki, onların təriflərinin təsiri altına düşməsin. Ərdəbilli Bəzzaz Səfvat Əs-Səfa əsərinin müəllifi yazır ki, şeyx padşahlarla elə danışardı ki, sanki bir uşaqla danışır. Sultanlar və əmirlər şeyxin huzurunda elə oturardılar ki, sanki bir xacənin yanında duran qullar kimidirlər. Şeyx əxlaq, davranış, mənəvi ruhani irfan və mərhəmətə əsaslanan sevgi üzərində qurulmuş nəsihətlərlə onları irşad edərdi. Mənbə: Doktor Seyyid Salman Səfəvi, Şeyx Səfi İctimai İrfani Məktəbi, səhifə 91.